Salam dəyərli müəllimlər. Bugündən etibarən müəllimlərə dəstək üçün marafonumuza başlayırıq. Hər gün bir mövzu iyun ayının sonuna kimi, yəni bu sertifikasiya imtahanı üçün, eyni zamanda ondan sonra da MIQ imtahanı üçün müəllimlərə kömək eləmək üçün qısa videolar çəkib paylaşacağım. Həm qrammatika, həm də ki oxuyub anlama testlərinə aid. Başlayırıq. Asandan başlayıb mürəkkəbə doğru bir neçə ismə aid test izah eləyəcəm. Demək ki, hələ ki bunlar asan səviyyəli testlərdir, yəni nisbətən sadə səviyyəli testlərdir. Some pieces of. Bizə elə bir isim lazımdır ki, burada biz onu piece sözündən istifadə edə bilək və bunlardan lawyer, beer, air, music, piece ilə işlənə bilən bir dənə musicdir. Ona görə biz burada deyirik some pieces of music. Cavab D variantı. Bir D. An honest, deməli artiklla işlədə biləcəyimiz və mənaca uyğun gələcək bir isim lazımdır. Lawyer hüquqşünas, beer pivə, air hava. Burada isə A variantı düzgün gəlir. An honest lawyer, vicdanlı, doğruçu, hüquqşünas. Və sayılan tək isim lazım idi təbii ki bizə artikla görə. Polluted, çirklənmiş, təbii ki hava olar, C variantı. Necə çirklənmiş? Kirlə yox. Ümumiyyətcə, bu ekoloji baxımından çirklənmiş havadan söhbət gedir. A barrel of, bir çəllək, təbii ki pivə gedəcək bura, beer, B variantı. Deməli, D, A, C, B oldu cavab D variantı. Sonra, choose the correct variant, düzgün variantı seçin. There is news that will make you sad. Biz burada nəyə fikir veririk? Bir, xəbərimizə fikir verməliyik. İki, elə bir ismi birləşmə seçək ki, onun xəbəri tək olsun. Bu bir. İkincisi, və newsla işlənə bilən isim, ifadə olsun, quruluş olsun. Və bizim news tək olduğuna görə indi fikir verəcək. News sayıla bilməyən tək isimdir. Samla işlənə bilər, samla news işlənə bilər və eyni zamanda sam sayılmayan isimdən işlənəndə xəbər tək olur. Ona görə biri düzgün götürürük. Eləcə a piece of ifadəsi də sayılmayan isimdən işlənə bilir və xəbəri tək olur. Çünki a piece bir ədəd deməkdir də, bir parça, bir hissə. 1-2. A bad news verə bilmərik çünki article sifət olan da article birbaşa ismə aid olur. News da article-la işlənə bilməyən isimdir. Ona görə 3-ü verə bilmərik biz. Sonra a pieces. Bu article pieces'ə aid olan article'dır. Və pieces cəmdir deyə qeyri-müəyyənli article ilə işlənə bilməz. Ona görə 4 səhvdir. Bir dəqiqə. Two piece of, to'dan sonra, rəqəmdən sonra adətən gələn isim cəmlənməlidir. Eyni zamanda bu piece ifadəsi deyil, bu sülh deməkdir. Bizim piece'imiz isə bax bu cür yazılır. Piece və to'ya görə təbii ki bu pieces olmalıydı və xəbər də cəm olmalıydı. Bizim isə xəbərimiz təkdir. Deməli oldu. There is some news that will make you sad. There is a piece of news that will make you sad. 143 oldu. Deməli 1-2 cavab B variantı. Deməli digər testdə bu neçənci testdir? 90-cı testdən söhbət gedir. Piece of meat. Ofdan əvvəlki isimlər numerativ söz sayılır və eyni zamanda özləri sayıla bilən isimlərdir. Həm cəm, həm sayılmayan isimlərə birləşib onların kəmiyyətini, miqdarını ifadə etmək üçün istifadə olunur. Deməli, piece-in özü əgər təkdirsə, sayıla bilən təkdirsə, tək başına qala bilməz, ona article lazımdır. Qələmimizin rəngini dəyişək bir dəqiqə. Deməli, sonra B variantında piece sülh deməkdir. Sülh, S-Ü-L-H. Piece sülh deməkdir. Bizə lazım olan piece A variantında, C variantındakı piece'dir. Ona görə B variantı konkret səhvdir. A piece of meat düzdür. A piece özü təkdir. Article-la işlənib və of ilə sayılmayan ismə birləşib onun miqdarını bildirir. Two pieces of meat. Birinci, meat cəmlənmə sayılmayan isimdir. İkincisi, piece yenə deyirəm sülh sözüdür. Yəni onun sayılmayan isimlərlə heç bir əlaqəsi yoxdur. Two piece E variantında isə to'ya görə piece cəmlənməli idi.
Amma cəmləndirməyiblər, ona görə səhvdir. Məsələn, two pieces of meat deyə bilərdik. Deməli, cavab oldu C variantı 90-da. 91-ə baxırıq. Biraz vərəqi sürüşdürün bu tərəfə. A piece of. A piece of, piece ən çox nələrlə işlənir? Bir, dilimlənə bilən, kəsilə bilən, hissə bildirən, hissə ola bilən isimlərlə işlənir. Bir də eyni zamanda music, advice sözləri ilə işlənə bilir. Ona görə mən burada götürəcəm advice-ı. A piece of advice. Sonra bunch dəstə salxım formasında olan isimlərlə işlənir. Və bir də diqqətli olun ki, yəni elə isimlər var ki, onlar sayıla biləndirsə, bu kəmiyyət bildirən sözlərin tərkibinə daxil olduqda cəmlənməlidirlər. Keçən sertifikasiya imtahanına düşmüşdü, cəmləndirməmişdi, ona görə səhv idi variant. A bunch of, məsəl üçün, bir dəstə gül deyəndə a bunch of flowers olur. Amma vermişdilər, məsələn də a bunch of flower. Sonra chunk bir bütöv hissə və yaxud da yığın deməkdir. Və daha çox cheese ilə işlənir. A chunk of cheese. Bir də bread, a loaf of bread olur. O da A variantı. C, D, B, A. Cavab D variantı. Sonra keçdik 92-ci sualda. A slice of butter, slice dilimdir. Bir dilim yağ deyə bilərik. Slice'ın özünə aid olan bir şeydir. Bizdən də düzgün cavabı istəyir. Two slices of butter. Two slices düzdür, əslində 2 dilim. Amma butter cəmlənməməli idi. Eləcə də C-də cəmlənməməli idi. Və two-dan sonra slice cəmlənməli idi. A slices of butter. Burada isə artikeldan sonra slice sözü cəmləndirilibdir. Yanlışdır. Two-dan sonradakı slices olmalıydı. Two slices of butter. Deməli, 92-də cavab düzgün cavab oldu. A variantı.